Bir dənə televizyon var, ATV. Bir də baxdım, bir veriliş hazırlayıb. Veriliş son dövrlər Türkiyədə olan anti-türk və anti-türkiyəçi qüvvələrin Azərbaycana qarşı propagandası ilə bağlı. Götürüb yazıblar ki, Bəli, baxdım ona. baxdınız, Bəli. Star qəzetəsi adlı bir qəzetə var. Bunun sahibi Erdoğan'ın həyat yoldaşı Səlcuq Bayraktardır. Və ondan sonra da götürüb verir ki, onların həm də böyük şirkətləri var, Kalyon. Bəli. Birinci, Star qəzeti Bayraktarların deyil, sahibi var, istənilən adam Google-da vura bilər. İkinci, Kalyon şirkəti də onların deyil, Qarabağda da böyük işlər aparır, bilirsiniz, Kalyon şirkəti. Bunu kim ortaya salıb, nə demək istəyirsiniz? Siz Türkiyənin içində türk düşmənlərinə qarşı mübarizəni Türkiyənin özünə qarşı mı yönəldirsiniz? Siz kimin oyuncusunuz? ATV-nin rəhbərliyi bugün istefa verməlidir və cinayət məsuliyyətinə cəlb olunmalıdır o proqrama görə.